Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Qaldığımız yerdən davam edirik. Keçək test izahlarına. Hadisə nəticə əlaqələrinin doğru göstərildiyi cavabı müəyyən edin. İkinci hadisə verib ikinci İstanbul müqaviləsi nəticə olaraq da Amasya sülhünün əsasında müəyyən edilmiş sərhədlərin bərpa edilməsi. Bu fikir doğrudur. Bəli, ikinci İstanbul müqaviləsi ilə Amasya sülhünün şərtləri təsdiq olundu və sərhədlər də bərpa edildi. Azərbaycan və Şərqi Gürcüstan sərhədlərə qaldı. Səbəblər də Osmanlıların Terek qalasında ruslara aid olan qalları dağıdacaqdı və buna səbəblər qarışmayacaqdı. Yəni müqavilənin şərtləri 2-ci İstanbul müqaviləsinin şərtləri bundan ibarət idi 1612-ci il. Keçək Mərəd müqaviləsinə. Mərəd müqaviləsi də 1618-ci ildə bağlanmışdı. Deyir ki, Səfəvilər, Van, Qars, Axlaslar təhlükəsizliyi təminat verməsi bu Mərəd sülhündə baş verməmişdi. Çünki Mərəd müqaviləsində də Amasya'nın şərtləri bərpa olunmuşdu dolayı yolla. İkinci İstanbulun şərtləri də elə Amasya'nın şərtləri deməkdir. Bu qeyd edilən şərtlər isə Qəsr-Şirin müqaviləsi 1639-cu ildə bağlanmış Qəsr-Şirin müqaviləsinə aiddir. Qəsr-Şirin müqaviləsi Ərəb-İraqının Səfəvilərdə qalması. Ərəb-İraqı Qəsr-Şirin müqaviləsində Osmanlılarda qalmışdı 4-cü Murad tərəfindən. Ərəb-İraqı 1638-ci ildə işğal olunmuşdu. 39-cu il müqaviləsinin əsasında Osmanlılarda qaldı. Ümumiyyətcə Ərəb-İraqı 1503 1-ci İsmailin dövründə, bir də 1622-ci il 2-ci Abbasın dövründə Səfəvilərdə olub. Qalan bütün illərdə Osmanlıların əlində olmuşdu. Şah Süleymanın Rusiya ilə ticarət bağladığı müqavilənin şərtlərinə əsasında Səfəvilər ərazisində gömrüksüz ticarət hüququ verilməsi. Bəli, bu doğrudur. 1667-ci ildə bağlanmış müqavilədə rusların məqsədi qızılbaş ipəyini Moskvaya daşımaq idi və buna da nail oldular. Həm qızılbaş ipəyini Moskvaya apardılar, həm Səfəvilər ərazisində gömrüksüz ticarət hüququ verildi onlara, həm də karvansaralarda və bazarlarda imtiyazlar verilmişdir rus tacirlərinə. Kirmanşah müqaviləsinin bağlanması, rus tacirlərin maneviyyə uyğun ticarət imtiyazlarının verilməsi yanlışdır. Çünki Kirmanşah müqaviləsi Osmanlılarla Səfəvilər arasında 1732-ci ildə 2-ci Təhmasiblə Osmanlı sultanları arasında bağlanmışdı. Yəni imtiyazların verilməsi 1667-ci il sülhünə aiddir. Bu və digər din tipli sualların cavabını bilmək istəyirsinizsə, Telegram kanalımızı və YouTube kanalımızı izləmədə qalın.